açılış edək. Yəni evləndirək. Evlənmək istəyirik. Salam. Sağ ol. Bizə elçi gəlmək istəyir. Razılaş gələn döyülməyə. Danış, eşidirəm. Bilsən papa nə deyib sənə? Yox, o söyləməz, təhqir eləyir. Gəl mənim həyatım, mənim ürəyim. 24 yaş ərə getmək yaşı deyil axı. 22 yaşında kızımı elimden alana indi yağdırım. Atama bir söz deməlisən. Nə deməliyəm? Mən cidden bir oğlan var. Nə? Bir dəqiqəyə. Kürəkən vs Qaynata 12 fevraldan kinoteatrlarda. Başa düşəmirəm, mənim qızlarım bu evə niyə nifrət edirlər? Niyə bu evdən çıxıb getmək istəyirlər? Ne var kürəkən? Haran ağrıyır kürəkən?